Qadın öz ərinin soy adına girə bilərmi? Ərinin soy adını daşıya bilərmi? Bəziləri bunun da ki, olmaz və ilaxır haramdır və ilaxır. Baxın, bunun cavabı belədir. Əgər qadın kağız üzərindən, yazı üzərindən, sənəd üzərindən bu işi görürsə, bunun heç bir eybi yoxdur, heç bir haramlığı yoxdur. O hədislər, o dini mənbələrdə ki, gəlmişdir, ata adı ilə çağırılmaqla bağlı, insanları ata adı ilə çağırın, bu cəmiyyətdə məşhurlaşmaqlandır. Əgər bir qadın cəmiyyətdə bir kişiyə ərə gedəndən sonra onun soyadını daşıyır, amma onun atasının kim olduğu bilinirsə, kimin qızı olduğu bilinirsə, bunun heç bir eybi yoxdur. Problem nə zaman baş verir? Uşaq götürəndə, uşaq evindən, yaxud da qohumlardan uşaq alanda, uşağa deyilməsin, gizlədilsin, cəmiyyətin özü də bilməsin, uşaq həqiqətdə öz atasının olmayan adı ilə böyəlsin və öz atasından başqa bir adı daşısın. Bu zaman irsdə, evlənməkdə, bacı-qardaşda problemlər yarana bilər. Amma bizim cəmiyyətdə bugün çox azdır. Kim də bunu etsə özü bilər, özünə cavabdehdir. Amma əsasən bu günlər ki, evlənəndə adətən qadınlar, xanımlar öz ərinin soyadına daxil olurlar. Cəmiyyət bilir o kimin qızıdır. Cəmiyyət, qohumluq əlaqələri burada pozulmur. Kimin kimlə bağlılıq olduğu bilinir. Sadəcə yazı kağız üzərindən burada ad, familiya, soyad başqa formada yazılır. Bunun heç bir eybi yoxdur. Bunu izahını belə veririk biz.